Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, bu günləri anamıza pul göndərən qardaşlarımıza, bacılarımıza öz minnətdarlığımızı bildirirəm. Deməli, bir xanım 3 AZN göndəribdi. Bir gözəl qardaşımız 1000 rubl göndəribdi. Həmidə bacının adından 500 rubl gəlibdi. Nazim qardaşımız 500 rubl, Təbriz qardaşımız 500 rubl, Aynur xanımın yaxını 5 AZN göndəribdi. Bir də milyon aparat vasitəsilə 5 AZN gəlib. Təşəkkür edirəm hər birinizə. Dünənlərim anamıza apardıq Gəncəyə. Yoxlanıldı, müalicə yazıldı, müalicələr dalındı. Dəyərli izləyicilərimiz, hardasa bir 1000 manat, 1100 manat da yığılsa, anamız 5 günlük müalicə yazılıbdır. Yəni 5 gün ərzində o pul yığılmalıdır ki, anamız yesin əməliyyata. Allah pul göndərən qardaşlarımızın, bacılarımızın canını sağ eləsin, ömürləri uzun olsun. Xahiş edirəm, kömək eləyin. Bax, bu ananın bizə dənə gözünün ağı qarası bir qızı var. Ondan başqa heç kimi yoxdur. Kömək eləyəyin, Allaha xatir kömək eləyəyin. Əl tutmaq əldən qalar. Hərə bir zamanat göndərsə, inşallah yaxın günlərdə anamızın əməliyyatının pulu düzələr. Yəni ürəyi pis gündədir. Dünənlərim şəxsən mən özüm də baxdım, özüm də getmişdim. Ürək damarları 7'si birdən tutulubdur. Sroşnu əməliyyat olmalıdır. Sığorta qarşılayır. Hardasa 2000 manat pul olsa, 2000 manat pul olsa, polnustu müalicəsini, ürəyinin əməliyyatını görər. Xahiş edirəm, kömək eləyəyin. Kimin gücü nəyə satırırsa, köməklik eləsin, əməliyyat başa satsın. Allahın izni ilə yaxşı olar.